Azərbaycanda yaşayan bir xarici vətəndaş, musiqi həvəsi olan, olduqca maraqlı bir insan demək olar ki, sizi kəşf etdi. Periş düşüb bağçamızın bülbülü, saralıbdır çiçəyi, solubdur gülü, solubdur gülü. Amma yenə deyirəm də, mənim ən böyük arzum oxumaq idi. Rəqib də olardım, elə çox tanınmış bir muğam ifaçısı da olardım. Uşaqlıq da görmədim, gəncliyi də görmədim. İddialı addım atmadığınız üçün qızınızın qarşısında durursunuz, amma bu özünüz görürsünüz ki, qarşısında durmaqla deyil. Kəndimizə bayraqla saçdım. Heç mən belə deyim, öz babamın, nənəmin, əmmin qəbrini biz tapa bilmədik. Yəni yox dərəcəsindədir. Hərbiçiyəm, Azərbaycan Respublikasına xidmət edirəm. Mən bu filmi bilirsiniz də Amerikada, Bəli. Londonda təqdimatı olubdu. Ay əziz dost, gəl gedək bizim ellərə, könlünlə istəsə var Qarabağda. Hər vaxtınız xeyir dəyərli izləyicilər, həyatın içindən efirdədir. Bugün də olduqca çox maraqlı bir həyat hekayəsinin izinə düşmüşük. Bəzi videolarda, bəzi proqramlarda bu bəyəfəndi haqqında məlumatlar eşitmişsiniz. Amma biz bugün görünməyən tərəflərdən danışacağıq. Bir Amerikan vətəndaşının müharibənin ən acınacaqlı, amansız günlərində bizim gözəl bir səs sahibi olan Nizami qardaşımızın lentə aldığı kadrlarının izinə düşmüşük. Həmin kadrların sonu necə oldu? Nələr baş verdi? Onun həyatında nə yeniliklər oldu? Bunların hər birisini irəliləyən dəqiqələrdə onların Qobuda yerləşən məcburi köçkünlər üçün salınmış şəhərcikdə olan gözəl bir evində qonağı olub izlədiklərimizi, dinlədiklərimizi sizə çatdıracağıq. Odur ki, gedək. Dəyərli izləyicilər, biz az öncə qeyd etdiyimiz kimi Nizami bəyin evindəyik. Gözəl, şirin qızı Arzu da bizləndir. Nizami bəy, hər vaxtınız xeyir. Çox xoş oldu bizi qəbul etdiyiniz üçün təşəkkür eləyirik və mən az öncə qeyd elədim, yenə də qeyd etmək istəyirəm, biz həyatın içindən proqramı olaraq maraqlı həyat hekayələrini hər zaman çəkirik. Sizin də həyat hekayəniz təsirsiz ötüşmədi və düşündük ki, gələk bir qonağınız olaq, biraz da bizim üçün bu həyat hekayənizdən danışasınız. Azərbaycanda yaşayan bir xarici vətəndaş, musiqi həvəsi olan, olduqca maraqlı bir insan demək olar ki, sizi kəşf etdi. Periş düşüb bağçamızın bülbülü, periş düşüb bağçamızın bülbülü, saralıbdır çiçəyi, solubdur gülü, solubdur gülü. A dostlar, yanıb evlərimiz, qalıbdır külü. A dostlar, yanıb evlərimiz, qalıbdır külü. Oyanan qəbirləri könlüm istəyir, oyanan evləri könlüm istəyir. Biz bilirsiniz, 1993-cü ildə öz dədə-baba torpaqlarımızdan didərgin düşmüşdük, məcburi köçkün düşmüşdük. Gəlib birinci İmişli rayon Bəcravan qəsəbəsində kəndində yerləşmişdik, qaçqın kimi. Sonra isə Bəhrəmtəpə qəsəbəsində birinci fin evlərində dəmirdən evlər tikilmişdi, orada yaşayırdıq. Dəmirdən qurulmuş evlərdə yaşayırdıq. 2000-ci ildə Jeffrey Verbach Azərbaycana gəlir.
qaçqın və məcburi köçkünlərimizin, daha doğrusu keçmiş qaçqın və məcburi köçkünlərimizin yaşam tərzi ilə, necə yaşayırlar, istedadlı uşaqlarla maraqlanmaq istəyib. Özü də bilirsiniz, musiqiçidir. Bizim həm tarix kamançanı gözəl ifa eləyir. Və mən də həm Jeffrey Verberg gəlib məktəbə gəlir. Məktəbin həyətində bir toplantı olur. Orada istedadlı uşaqları dinləyir. Mən də evdə olmuşam. Həmin vaxt evdə idim. Anam müəllimə işləyir mənim. Anam bir uşaq göndərdi arxamca. Mən həmin vaxt evdə idim. Çağırdılar, getdim. Mən də orada Qarabağ haqqında bir muğam ifa elədim. Jeffrey ilə belə deyən tanışdığımız belə olub. Sizin ifanız, mən o filmə də hətta baxmışam. Sizin ifanız çox təsirli idi. Sizin simanızdakı o qəhər, həqiqətən büsbütün sanki o müharibənin, o məcburi köçkünlüyün, o istirablı günləri bu simanızda bir əks etdirmişdiniz və bir uşaq siması deyil idi. Sanki böyüyüb, bütün bu istirabları yaşayıb, yenidən uşaqlığına dönən bir Nizami var idi orada. Nə idi o yanğın? Təbii ki, indi siz həmin günlərin acısını sizə təzədən təkrar yaşatmaq istəmərik, çünki biz artıq qalib ölkəyik. Amma bütün hallarda bu sizin bir həyat hekayəniz. Həmin vaxt, belə deyim də, yəni biz böyüməyə başlayan vaxt, qaçqın düşdük, məcburi köçkün düşdük. Və gəldik, o acınacaqlı günləri gördük. O kadrlarda da baxsaz, görərsiniz, orada uşaqların simasında qəm, kədər, həyat tərzi, çox çətin günlər yaşamışıq həqiqətən. Yəni biz, mən belə deyim, yəni mən uşaqlıq da görmədim, gəncliyi də görmədim. Elə bir vaxta düşdük ki, biz həmin vaxtı ancaq düşündüyümüz dolanışıq oldu. Mənim öz arzumda muğam ustası olmaq idi. Yəni, muğam ustası yox, yəni istəyirdim ki, bir muğam ifaçısı olam, hə. O da qismət olmadı. Həmin dövr, yəni elə bir çətin vəziyyət idi ki, həmin dövr ancaq biz ancaq o günləri yəni düşünürdük. Bizdə də ailədə bir dənə anam işləyirdi. Çox çətin bir vəziyyət idi. 5 nəfər bir dənə otaqda yaşayırdıq. Dəmirdən evlər idi. Qışda soyuq olurdu, yayda isti olurdu. Haqqımız yox danışmağa dağlardan. Haqqımız yox danışmağa dağlardan. Azad eləməsək biz yağlardan. İndi qəribləşdi məni ağladan. İndi qəribləşdi məni ağladan. Oyanan qəbirləri könlüm istəyir. Oyanan evləri könlüm istəyir. Mən yadımdadır, atam su durbası verirdi bizə ki, o evin üstündən istidə də, yəni suyu vururdum ki, dəmir biraz soyusun ki, biz axşam yata biləyirdi. Yəni o çətinlikləri görmüşük. O uşaqlar deyərdim ki, elə hamısı müharibə uşaqları idi. Biz müharibə uşaqları olmuşuq. Həmin vaxt o müharibəni görən elə uşaqlar, çətinlikləri görən uşaqlar, qəm, qüssə, kədər, acınacaqlı bir vəziyyət. Mən o oxumağa gələndə, həmin vaxt Jeffrey Verberg o tədbirə gələndə, mən həmin vaxt o əynimdəki köynək tam qurmayıb yaşdım mənim. Bir dənə ağ köynəyim vardı çünki, yoxum idi də, yəni olan o idi. O köynəklə mən elə bil ki, o da yaş idi, ütü ilə biraz qurutdular. Mən onu elə ki, nəm halıda geyinib gedib çıxış eləmişəm oradan. Nizami bəy, siz həmin ərəfədə təxmini 10 yaşınız olardı. 13 yaşım. 13 yaşınız olardı və haqlı olaraq deyirsiniz ki, bir neçə il mübarizə aparmısınız, yaşamaq yerləri dəyişmisiniz yaşamaq üçün. Amma
Heçmi Jeffrey bəyə qədər sizin o səsinizi eşidən, duyan, bizim mədəniyyət işçilərindən, ustadlarımızdan və ya hər hansı bir səlahiyyətli bir şəxsdən bir təşəbbüs gəlmədimi? Yox, onun kimi ümumiyyətlə gəlməyibdi. Mən düzdür, məktəbdə oxuyanda məktəb şənliklərində, Novruz bayramında, yeni ildə belə oxuyurdum. Həm də özüm 7 illik musiqi məktəbinin 5 illik şəhadətnaməsini almışam da, yəni 5 illik musiqi məktəbinin, orta musiqi məktəbini qurtarmışam. Amma ona qədər yəni maraqlanan olmayıbdı. Yenə elə Jeffrey Berbek sağ olsun gəldi, maraqlandı. Sonra Amerikaya 2000-ci ildə çəkilib o film. 8 il sonra Azərbaycana dönür, fikirləşir ki, bu uşaqları tapmalıyam. Nə işlə məşğuldurlar hal-hazırda, nə iş görürlər, oxuyan varmı, yoxmu? Bizdən bir dənə əsgər hal-hazırda, əsgər Ağazadədir, səhv eləmirəmsə, Ağdamlıdır. O hal-hazırda ilə muğam müəllim işləyir, indi oxuyur da, işləyir də. Amma mən, yəni qismət olmadı da, mən oxuya bilmədim. Əslində həqiqətən ən böyük arzum oydu ki, yəni mən də oxuyum, dövlətimizi, xalqımızı təmsil edim, amma mənə qismət olmadı. Çünki o arzularımıza imkan vermədi, o acınacaqlı durum, o yaşam tərzi həqiqətən imkan vermədi ki, mən də bir arzuma çatım. Çünki ona qədər o qədər problemlər var idi ki, yəni o haqda heç düşünə bilmədik. Amma yox, Jeffrey'ə qədər bir maraqlanan olmamışdı. Əslində həmin kadrlar daha sizin həyatınızda tale yönümlü bir iz qoyub. Çünki Jeffrey xarici vətəndaşı idi, Amerika vətəndaşı idi və Azərbaycan musiqisinin təbliğatı ilə məşğul idi. Bəlkə də siz həmin ərəfədə başqa bir sahələrdə öz musiqi istedadınızı sınasaz, bu qədər tanınmazdınız. Yəni bu kadrlar, bu həssas, emosional kadrlar çox böyük bir geniş izləyici kütləsinə çıxdı. Sizin arzularınız deyirsiniz qaldı ürəyinizdə, amma biz çox ağır bir ağrılı günlər keçirtmişik. Vətən müharibəsi keçirtdik, yaşadıq bunu, amma biz qalib ölkəyik. Bizim müharibə, atəşkəs dönəmində də, müharibədə də çoxlu dünyadan köçən qardaşlarımız, bacılarımız oldu. Amma siz bu odun alovun içindən çox şükür ki, sağ çıxdınız. Yəni, böyük faciələrimiz, Xocalı faciəmiz olub. Bütün bunlara rəğmən heç mi istəmədiniz? Yenidən başlayasınız, yenidən addım atasınız. Çox şükür dövlətimizin diqqəti sayəsində məcburi köçkünlər üçün bir salmış şəhərcikdə eviniz var. Özünüz çalışırsınız, gözəl övladlarınız var. Bu günə şükür. Amma heç mi ürəyinizdən keçmir yenidən bu ifaçılığı qaydasınız? Çünki siz bunun məktəbini oxumusunuz. Düz vurduladınız, həqiqətən biz bugün qalib ölkəyi, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah ordumuzu qorusun, Ali Baş Komandamızı qorusun ki, bu qalibiyyəti həqiqətən bizə yaşatdılar. Mən özüm də hərbisiyəm, Fövqəladə Hallar Nazirliyində işləyirəm, 18 ildir xidmət edirəm. İstəyərdim oxumaq, amma biraz dəstək lazımdır, biraz maddi durum, düzdür, tanınıram. Yəni, mən tanınmağa görə yox, tanınmaq bilirsiniz, mən bütün kanallarda dolmuşam, o uşaqlıq oxumağıma görə mən bütün xalq demək olar ki, tanıyır, sevir. Demək olar, yəni çox az adam olar ki, baxmasın da o mənim uşaqlıq oxuduğum kadrlara. Amma istəyərdim davam edeyim, sadəcə olaraq biraz maddi durum, həm də dəstək lazımdır, biraz vaxt lazımdır, mən məşğul olum, səsimə düzəliş eləyim, səsimin üstündə işləyim. Müəllim də lazımdır ki, artıq mən illərindən, elə 2000-ci ildə mən oxumuram. Düzdür, dost tanış toyunda, qohum toyunda oxuyuram, amma tam profesional oxumaq tamam başqadır da.
Təbii ki, orası elədir, amma mən sizin bəzi, hətta sizin həmyerlərinizin məclislərində oxuduğunuzu, ifa etdiyinizi görmüşəm. Sizin, belə deyək, Elin Obanın çox tanınmış ifaçıları ilə birlikdə düşünmürsünüzmü ki, onlar özlərinə nə zamansa güclü bir rəqib gələcəyindən də ehtiyat eləyiblər? Çox gözəldir səsiniz, həqiqətən. Mən o barədə ümumiyyətlə düşünməmişəm. Düzdür, mən həmin bu oxuduğum muğam, biz o vaxtları kasetlərdən yazırdıq da. Yəni televizordan zada yox, kaset maqnitofonlar vardı, onlardan yazırdıq. Bu mənim öz elə həm yerliyim, hamımızın hörmət qoyduğum Manaf Ağayev oxumuşdu. Mən də Manaf Ağayevin oxumağından, yəni kasetdən götürüb yazıb, öyrənib oxumuşdum. Rəqib deməzdim, amma nə bilim. Amma mən düşünürəm ki, yəni mən davam eləsəydim Rəqib ola bilərdiniz. Rəqib də olardım, elə çox tanınmış bir muğam ifaçısı da olardım. Heç nə gec deyil. Yəni məncə başlamaq olar. Əgər bu sənət sizi gətirib həqiqətən həyatınızın bu mərhələsində də gətirib sizin ürəyinizdən hələ çıxmayıbsa, demək ki, o içinizdə yanan bir alov var. Ailə həyatınız necə oldu? Necə keçirdiniz o illərin nəticəsi olaraq bir ayaqda durmaq, bu müharibənin izdirabından sonra o travmaları yaşayan bir gənc öz gələcək ailəsini necə qurdu? Mən özüm 2011-ci ildə ailə qurmuşam. İndi 3 övladım var. Ümumiyyətlə mən bizə və bizim ailəyə bu günə qədər, yəni əvvəldən dəstək olan Talih Heydərov olubdur. Sizin işlə təmin olmağınızda da Talib? Bəli. Yəni böyük rolu vardır. Yəni həmişə dəstək olub. Özüm də 2011-ci ildə ailə qurmuşam. Elə həmin o qəsəbədə, Fin qəsəbəsində. Düzdür, dövlətimiz gözəl evlər tikib bizim üçün. Həmin elə orada toyum olub. Ailə qurmuşam 2011-ci ildə. İndi 3 övladım var, 2 qızım var, bir oğlum. Varmı səsi olan, oxumağa həvəsli olan? Qızımda bu bir böyük qızım var, bundan böyük qızım var. O biraz istəyir oxumaq, onda mən icazə vermirəm. İstəmirsiniz. Özünüz bu sənətdə bir iddialı addım atmadığınız üçün qızınızın qarşısında durursunuz, amma bu özünüz görürsünüz ki, qarşısında durmaqla deyil. Sənət elə bir şeydir ki, o nə zamansa insanı həqiqətən bir yerdə yenə də yaxalayır. Torpaqlarımız alınandan sonra bizim torpaqlarımıza dönüş oldu. İnsanlar öz evlərini, ocaqlarını axtardı, tapdı. Getdinizmi siz də? Nə hisslər keçirdiniz, nələr yaşadınız? Əlbəttə, mən də getdim. 2021-ci ilin yanvar ayı getdim. Düzdür, icazə yox idi, amma gedə bildim. Getdim öz kəndimizi, öz evimizi özüm tapmışam. Kadrlar da var. Sevindirici haldır ki, yəni torpaqlarımız işğaldan azad olunub, amma bir kədərimiz də hər zaman odur ki, şəhidlərimiz var, şəhidlərimizin qanı tökülüb ora, qazilərimiz var və kəndimiz həqiqətən, kəndimiz yox, kəndlərimiz yəni çox bərbad vəziyyətdədir, qəbirstanlıqlarımız çox bərbad vəziyyətdədir. Evləri başa düşdük, daşın, divarın, nə bilim, dəmirin aparmışsınız. Amma heç olmasa qəbirlərimizə çox böyük, yəni hörmətsizlik, dağıdıblar. Heç mən belə deyim, öz babamın, nənəmin, əmmin qəbrini biz tapa bilmədik. Yəni yox dərəcəsindədir. Yəni gedib biz tapa bilmədik. Və getdim öz kəndimizə bayraqla sancdım. Və həmin mahnını ifadə elədiniz orada. Və Məngəlin Ata dağının aşağısında böyük, bu dəfə sevinç hissi ilə oxudum. Bəli, daha cəsarətli. Bəli. Çox gözəl, çox yaxşı hisslərdir. Və öz çalışdığınız sahədə özünüzü tapmısınızmı və bu sahəyə gedib çıxmağınızda az öncə
dəyərli insanın adını çəkdiniz. Öz gələcəyinizlə bağlı nələr düşünürsünüz? Məsəl üçün, dəfələrlə müsahibələrinizdə belə fikir bildirmisiniz ki, nə uşaqlıq, nə də gənclik, nə yeniyetməlik yaşamamışam. Gələcəyinizi necə görürsünüz? Gələcəkdə yenə deyirəm, yəni bu günə şükür, yəni hərbiçiyəm, Azərbaycan Respublikasına xidmət edirəm. 18 ildir xidmət edirəm, işləyirəm, şükür bu günə. Amma yenə deyirəm də mənim ən böyük arzum oxumaq idi. Ki, mən də oxuyum, xalqımın üçün, nəsə eləyim də. Sadəcə olaraq yenə qismət olmadı. Elə o arzu ilə də həqiqətən, elə o uşaqlıq arzusu ilə də bugün yaşayıram. İnşallah qismət olarsa oxuyaram. Məncə ki, çox tez təslim olursunuz. Çünki hal-hazırda özünüz görürsünüz ki, səhnələr, incə sənətimiz, musiqimiz kimlərə təhvil verilir? Kimlər oxuyur? Kimlər özünə sənətçi deyir və bu əsnada bir məktəb keçmiş, bir balaca zümzüməsi ilə bu qədər yəni insanların yaddaşında qalan Nizami təslim olursa, demək ki, günah onun özündə. O da ola bilər, amma təslim olmaq yox, inşallah indi yenə deyirəm, qismət olar oxuyarıq. Bayaq da vurğuladınız kimi həqiqətən, yəni vallahi elə adamlar oxuyur, baxırsan belə. Nə bilim vallahi, yəni söz demək olmur da, yəni bir fikir bildirə bilmirsən o siz dediyiniz kimi özünə sənətçisiz, mən sənətkaram. Mən ancaq tərifləyirlər də özlərini. İnsanın ümumiyyətlə xalq tərifləyər, baxan, izləyici tərifləyər də. İnşallah mənə də qismət olarsa mən də oxuyaram. Dəstək olarsa Allahın köməyi ilə mən də oxuyaram. Sadəcə olaraq mənə biraz zaman lazımdır. Bir il zaman lazımdır ki, bir balaca müəllim də lazımdır ki, mən yol göstərsin, düzəliş eləsin. Çünki mən illərdə oxumuram da. Amma inşallah, yəqin ki, mən də qayıdaram sənətə. Mən belə bir fikir bildirmək istəyirəm. 13 yaşında Nizami əgər bir Amerika vətəndaşının sayəsində insanların ürəyində, beynində, düşüncələrində iz salıbdısa, bu səfər Nizami qardaşımıza məncə elə öz vətəndaşlarımız, öz qardaşlarımız, öz bacılarımız, onun ürəyində olan o arzunu, o oxumaq istəyini, hətta belə deyərdim ki, daha öncə yadda qalan xatirələri siləcək qədər uğurlu bir yol açılmasına dəstək olsunlar istəyirik. Çünki biz burada həyatın içindən verilişi olaraq həm də çəkdiyimiz insanların içindən, ürəyindən gələn arzuları sizə çatdırmaq üçün buradayıq, dəyərli izləyicilər. Və günün birində hətta xarici vətəndaşlar özlərinin, belə deyək də, bizim ölkədə tapdığı o istedada bir daha təəccüblənsinlər. Nə oxuyardınız, nə istəyərdiniz bizim üçün hal-hazırda bir zümzümə etmək, ürəyinizdən nə keçir? Ürəyimdən elə Qarabağ haqqında bir uşaqlıqda oxuduğumu oxumuyum. Hər kəs dinləyib də. İndi istəyirəm elə bir Qarabağ haqqında oxuyum da. Məmnuniyyətli sevə-sevə. Ay əziz dost, gəl gedək bizim ellərə, könlünlə istəsə var Qarabağdan. Əziz dostum, gəl gedək bizim ellərə, könlünlə istəsə var Qarabağdan. Nalədən, gizdən, tərbən öfşədən, yarın sinəsinə düz Qarabağda, yaman, 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 ey. Ay indi o yerlərdə sular coşurlar, bülbüllər bahara nəğmə qoşurlar. Sevgililər kimi qucaqlaşırlar, Kaman Qarabağda
Tar Qarabağda ayam aley. Çox gözəl, səsinizə qüvvət və mən deyərdim ki, sizin səsinizdə elə sizin torpağın bizim sənətimizə, bizim operamıza, bizim milli musiqimizə gözəl bir töhfə verdiyi Qəndab xanımın səsinə oxşarlıq var. Çox gözəl, cingiltili, eyni zamanda duru, gözəl bir mərhum sənətkarımızın səsini gördüm mən sizin səsinizdə. Bu xüsusi bir həqiqətən fərqlilikdir, özəllikdir. İnsanların musiqi dinləməkdən başqa o musiqini ifa edən insanın musiqi necə oxuduğunu dinləyirlər, izləyirlər və sizin o sinədən, ürəkdən gələn səsiniz məncə sizə bundan sonra böyük qapılar açacaq. Səhnəmizdə necə sevdiyiniz, dinlədiyiniz ifaçılar və yaxud da sözün əsl mənasında musiqimizi yerlərlə edən ifaçılar, bununla bağlı fikirləriniz nədir? Yəni, yenə də deyirəm, sizin bunu deməyə haqqınız var. Çünki siz Azərbaycanın muğam ocağı, muğam məktəbi, Qarabağımızdan çıxmısınız, o torpağın yetirməsisiz. Mən bu filmi bilirsiniz də Amerikada, Bəli. İngiltərədə, Londonda təqdimatı olubdur. Mən əbəs yerə demədim ki, sizi xarici ölkələrdə daha çox. Mən ən çox izlədiyim, Allah rəhmət eləsin, Məhəbbət Kazımov olub. Çox gözəl sənətkarımız olub. Malaf Ağayevdir. Həm yerimizdə, həm də yəni sevirəm, onun belə deyil, mən onun muğamını oxumuşam. Sonra Mənsum İbrahimovdur. Sonra adı yadımdan çıxdı, o muğam ustadımızı da çox sevirəm. Cavan deyil, yəni düzdə məndən biraz yaşda böyük. Sizin torpaqdan eldəniz var. Dərs Məmmədov. Var Bək Neftəliyev, var gənc. Elə Babək müəllimi deyirəm, çox sevirəm onu da, yəni həm elə öz tələbələri ilə davranışın, səmimiyyətin, dərs keçməyi mən izləyirəm. Instagram səhifəsində də izləyirəm, belə də izləyirəm. Çox böyük hörmətim var o sənətkarlarımıza. Məhəbbət Kazımov Allah rəhmət eləsin. Yenə deyirəm, Dədə Süleymanımız olubdur bizim, Qəndabımız olubdur bizim. Allah rəhmət eləsin. Süleyman getdi, o torpaqları gördü. Ondan sonra dünyasını dəyişdi, çox şükür. Və siz adını çəkdiyiniz insanlar azdan çoxdan mənim də televiziya fəaliyyətimdə ünsiyyətdə olduğum, hörmət etdiyim həm sənətinə, həm insanlığına, həm Azərbaycan dövləti üçün verdiyi töhfələrdən yola çıxıb bu sözü məsuliyyətlə deyirəm ki, adını çəkdiyiniz bütün sənətkarlar məncə buradan sizi izləyib, sizi dinləyib, bizim verilişimiz vasitəsilə Mənsum müəllimə, Babək bəyə, Manaf Ağayev çox böyük jestlər eləyən insandır. Yəni o çox gözəl dostdur, çox gözəl insandır. Bax, belə bir səsin, belə bir bizi hələ müharibə dönəmində, informasiyanın blokadalı bir dönəmində bizi dünyaya çıxardan, bizim səsimizi, bizim işğalçı torpaqla, ölkə ilə apardığımız mübarizəni öz gözləri ilə, öz ifası ilə, öz baxışları ilə dünyaya çatdıran Nizami qardaşımıza buradan dəstək olmağınızı istəyirik və biz növbəti çəkilişimizdə çox istəyirik ki, bu ustadlarla bir yerdə Nizami qardaşımızın ustad dərslərini çəkək, izləyək. İnşallah mən də həqiqətən dəstək gözləyirəm. Düz heç yəni bu günə qədər yəni deməmişəm, istəməmişəm. Düz yəni Manaf Ağayevə yəni düzür lazım. Yəni Manaf müəllim həqiqətən çox yəni elə bizim özümüzə yox, ümumiyyətlə. Yəni hər bir kəsə dəstək olan insandır. Arxada ayaq olub, dəstək olub. İnşallah. Yəni mən müraciət eləməmişəm indiyə qədər. İndi inşallah yəqin ki mənə də həm toy məktəbi Manaf Ağayev, muğam sənətim Babək müəllim, Mənsum müəllim, Eldəniz müəllim inşallah
Niyə də yox? Yəqin ki, dəstək olarlar. Bizim səhnəmizdə, sənətimizdə olan Tacir Şahmalıoğlunun Qarabağ bülbülləri zamanı ifa etdiyi o muğam, Bayat Şiraz muğamı bizi çox tanıtdı, çox mədəniyyətimizə, incəsənətimizə gözəl bir töhfə verdi. Mən deyərdim ki, həqiqətən səmimiyyətimə sığınıb deyərdim ki, Nizami qardaşımızın həmin o ifası da mahiyyət etibarilə heç də o ifadan, o təbliğatdan belə deyək, geri qalmır. Mən düşünürəm ki, biz növbəti səfər bir daha qeyd eləyirəm Nizami qardaşımızla onun səhnə, muğam ifaçılığında ən əsası da, ən vacibi də onun o bəlkə də vətən həsrətindən sonra ürəyində qalan ikinci arzusu reallaşacaq. İnşallah. Təşəkkür edirəm Nizami bəy. Xoş oldu bizə. Gəldik, evinizin qonağı olduq və düşünürəm ki, bundan sonra daha gözəl həyat, daha gözəl günlər ailənizlə, övladlarınızla sizi gözləyir. Çünki uşaqlığını, gəncliyini çətinliklə yaşayan siz və sizin timsalınızda bizim minlərlə, on minlərlə məcburi köçkünlərimiz olubdu ki, bu insanlar bundan sonra həyatı doya-doya, sevə-sevə yaşamağı haqq edir. İnşallah siz də çox sağ olun. Gəlmisiniz, dəyər vermisiniz, çəkmisiniz. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkürlər. Bugünlük bu qədər dəyərli izləyicilər. Həyatın içindən verilişinin növbəti buraxılışı hardan olacaq? Bizi izləsəz biləcəksiniz. Sağ olun.